Dostlar bilirsiniz ki mən Qaçanda müxtəlif maraqlı insanlarla müsahibə alıram. Bu dəfə sürənlə müsahibə alacağım. Müsahibim Səhər xanımdır. Səhər xanım neçə ildir idmanla məşğulsunuz? 2010-cu ildən. 2010-cu ildə idmanla məşğuldur. Səhər xanım həm Azərbaycan Velosiped Federasiyasının təlimçisidir. İlk xanım təlimçisi, düzdür? Həm də velosiped sürməyi bacarmayan insanlara təlim keçir, ən əsaslı xanımlara təlim keçir. Çox böyük təşviqat aparıb. Həqiqətən də Səhər xanımın videolarından sonra nə qədər xanım velosiped sürməyə başlayıb. Necə oldu idmana gəldiniz, xahiş edirəm. Universitetdə oxuyordum, çəkim çox idi. Tələbə adını qazanandan sonra mən dedim ki, yox, olur, artıq universitet tələbəsiyəm, mən çəkimi açmalıyam. Və başladığım bulvarda, o zaman da bulvar hələ tam belə salınmamışdı, yeni bulvar. Başladım velosiped sürməyə. Gördüm ki, çox qəşəng bir şeydir. Amma bu təkəm, həqiqətən heç kəs yoxdur. Bir-iki dənə yaşlı dayılar var idi. Və velosiped sürməkdə özümü çox yaxşı hiss elədiyimə görə artıq məndə bu vərdiş yarandı. Hər gün saat 5-ə, saat 11-ə qədər, 12-ə qədər mən velosiped sürürdüm, dayanmadım. Və o vaxtki velosipedimdə şəxsi velosipedim deyildi, qonşunun uşağının velosipedidir. Sarı rəngdə istəyir velosipedidir. Bilməzəm, mənim heç vaxt şəxsi velosipedim olmadı. Və uşaqlıqdan da mənə bunu kimsə öyrətdiyini xatırlamıram. Yəni evimizdə velosiped olmuyor. Amma rolik, tenisindən hər şey olur. Nəysə. Mən fikirləşdim ki, nətər olur. Avropada insanlar velosipeddən gündəlik həyat tərzində istifadə edir. Biz niyə istifadə edə bilmirik? Və başladım velosipedlə müəyyən məsafələri qət eləməyə və təzə-təzə də tıxaclar yaranırdı. Və mən də bunu bəhanə gətirərək evə dedim ki, tıxaca düşürəm, vaxtına çata bilmirəm, velosipedlə gedim gəl. Təbii ki, ailə buna razı deyildi. Çətinliklər var idi və indi baxıram ki, o vaxtda hansı ağırlar, yəni cahil cəsarətlə ki, mən velosiped sürürsəm. Amma şükür bu günə artıq velosiped yollarımız var. Artıq insanların çox hissəsi velosipeddən nəqliyyat vasitəsində istifadə edir gündəlik həyat tərzində. Yəni bu illəri mənə qazandırdığım çox duyğular. Dostlar qeyd edim ki, Səhər xanımın övladı oldu. Demək olar ki, uşağın 40-ı çıxandan Səhər xanımın belində o uşaqla bütün Bakının küçələrində velosiped sürür, bütün tədbirlərə qatılır. Səhər xanım, idmana başlamaq istəyən amma heç cür başlaya bilməyən xanımlara nədir məsləhətiniz? Və yaxud da qorxan, nə bilim, kompleks yaşayan? Ataların qəşəng sözü var, qorxunun əcələ faydası yoxdur. Yəni bir şey baş verəcəksə, qorxmağın mənası yoxdur. O zaman ikisidir. Qorxmaq lazım deyil. Sadəcə olaraq düzgün formada, düzgün şəkildə, düzgün mühitdə işlədiyiniz arzuya addım atmalısınız. Təbii ki, çətin olacaq ilk başda. Bu çətinliklər sizin o arzu, yəni velosiped sürmə arzunuzun dərəcəsini göstərir. Çünki çətinliklərə siz qalib gəldikcə, siz nə qədər velosiped sürməyi keçirsiniz, istəmirsiniz, arzulamırsınız. Yəni hər bir şey bəhanədir. Sadəcə olaraq özünüz üçün, insan özü üçün eləməlidir. İnsanın özü sağlam olanda ailəsi, ətrafı, hər psixoloji, hər sağlam olacaq.